Hər kəsə salam. Gəlin birlikdə peşəkar mətbəxlərin pərdə arxasına baxaq və aşpazların tərəvəzləri necə bu qədər ləzzətli etdiyinin sirlərini açaq. Evdəki yeməklərinizi tamamilə dəyişdirəcək 3 əsas qanunu öyrənməyə hazırsınız. Elə isə başlayaq. Yaxşı, gəlin səmimi olaq. Bu sualı yəqin ki, hamımız özümüzə vermişik. Restorandakı o parlaq rəngli, xırçıldayan, ləzzətdən partlayan tərəvəzlər bəs evdə niyə eynisini etmək bu qədər çətin görünür? Əslində cavab heç də o qədər mürəkkəb deyil. Baxın, fərq elə göz qabağındadır. Sağdakı o canlı, iştaha açan boşqaba bir baxın. Bir də soldakı rəngini və həyat eşqini itirmiş o kədərli mənzərəyə. Bu fərqin səbəbi təkcə təcrübə deyil, inanın mənə. Bunun kökündə bir neçə fundamental, amma çox sadə texnika dayanır. Bəli, burada heç bir sehr yoxdur, sadəcə elmdir. Bugün sizə tərəvəzləri bişirməyin arxasındakı sadə elmi prinsipləri göstərəcək. Və bu prinsipləri bir dəfə anladıqdan sonra, inanın mənə, siz də öz mətbəxinizdə əsl möcüzələr yarada biləcəksiniz. Gəlin elə birinci sirdən başlayaq. Hər şey ləzzəti qorumaqla başlayır. Bilirsiniz, seçdiyiniz bişirmək üsulu tərəvəzin dadını ya tamamilə məhv edə bilər, ya da onu göylərə qaldıra bilər. Baxın, Toran restoranından Ramin şəf necə də gözəl deyir. Brokolini əsla suda boğmaq olmaz. Çünki tərəvəzi bol suda qaynatmaq, onun bütün ləzzətini, bütün canını o suya təslim etmək deməkdir. Su, sanki bir oğru kimi tərəvəzin içindəki bütün o dəyərli dadları və vitaminləri çəkib aparır. Fərqə bir baxın, hər şey necə də aydındır. Qaynatdığınız zaman həm ləzzət, həm də bütün faydalı maddələr çıxıb gedir suya. Amma peşəkarların istifadə etdiyi pan steaming, yəni tavada buxara vermə üsulunda ləzzət tərəvəzin özündə qalır. Qidalar qorunur və sonda tərəvəzlərin üzərində təbii, parlaq bir cila əmələ gəlir. Bəs bunu necə edirlər? Çox sadədir. Az miqdarda maye, məsələn su və ya bulyon, qapağı kip bağlayırsan və qoyursan ki, tərəvəz öz şirəsində, öz buxarında bişsin. Sonda qapağı açıb, qalan o 1-2 qaşıq suyu da yüksək odda buxarlandırırsan. Həmən an bütün ləzzət sanki tərəvəzin üzərinə hopur, ona cila çəkilir. Nəticə isə sadəcə inanılmazdır. Yaxşı, ləzzəti həll etdik. Keçək ikinci sirrə. Rəng. Tərəvəzlərin o canlı, təbii rənglərini necə qoruya bilərik? Cavab o qədər sadədir ki, hər şey bir qaydada gizlədir. Qapaq qaydası. Gəlin işin elmi tərəfinə baxaq. Deməli, yaşıl tərəvəzlər bişəndə içlərindən uçucu turşular deyilən maddələr çıxır. Təsəvvür edin ki, bunlar kiçik, görünməz rəng oğrularıdır. Əgər siz qazanın qapağını bağlasanız, o oğrular buxarla birlikdə çölə qaça bilmir, yenidən tərəvəzin üstünə çökür və onun o gözəl, parlaq yaşıl rəngini oğurlayıb solğun bir zeytun rənginə çevirir. Və budur, bütün mətbəx həyatınızı dəyişəcək o qızıl qayda. Bunu əsla unutmayın. Doğan Hoca'nın təbiri ilə desək, torpağın altı qapalı, torpağın üstü açıq. Bu qədər sadə, amma bir o qədər də təsirli. Yəni məntiq nədir? Brokoli, spanak, yaşıl lobya kimi torpağın üstündə bitən yaşıl tərəvəzlər bişirəndə qapağı mütləq açıq qoyuruq ki, o rəngi solduran turşular buxarla birlikdə uçub getsin. Amma kartof, kök kimi torpağın altında bitənlər üçün tam tərsi, qapağı bağlı saxlayırıq. Bu, əksinə onların rəngini daha yaxşı qoruyur. Və nəhayət gəldik üçüncü və son sirrimizə. Tekstura. Hamımız o ipək kimi ağızda əriyən pureni arzulayırıq, elə deyilmi? Amma çox vaxt nəticə yapışqan kimi, rezinə oxşayan bir kütlə olur. Bunun da səbəbi çox yayğın bir səhvdir. Baxın, bu səhnəyə çox diqqətlə baxın. Blender mükəmməl pürenin bir nömrəli düşmənidir. O yüksək sürətlə fırlanan bıçaqlar var, ha. Onlar kartofun içindəki o kiçik nişasta hüceyrələrini amansızca partladır. Sərbəst qalan o yapışqan nişasta da pürenizi saqqıza, hətta yapışqana çevirir. Bu əsl fəlakətdir. Yaxşı, bəs düzgün yol nədir? Cavab klassik, amma qızıl dəyərində olan bir alətdədir. Təmiz sələyi. Burada məsələ güc deyil, zəriflikdir. Məqsəd lifləri qırmaq, parçalamaq deyil, onları zərifcə basıb bir-birindən ayırmaqdır. Və nəticəyə bir baxın. Bu, sadəcə mükəmməllikdir. Bişmiş kartof ələkdən keçəndə parçalanmır. Əksinə, sanki qar dənəcikləri kimi aşağı tökülür. Yüngül, havalı, məxmər kimi ağızda əriyən pürenin əsl sirri bax budur. Beləliklə, gəlin bütün bu öyrəndiklərimizi bir yerə yığaq. Mükəmməl tərəvəzlər hazırlamaq üçün əslində yadda saxlamalı olduğunuz cəmi 3 sadə, lakin çox güclü qanun var. Deməli, qanun 1. Ləzzəti qoru. Yəni, az su, çox buxar. Qanun 2.
Rəngi qoru. O məşhur qaydanı unutmuruq. Torpağın üstü açıq, altı bağlı. Və qanun 3. Teksturanı qoru. Hər iş üçün doğru aləti seç və xahiş edirəm, pürə üçün blenderdən uzaq dur. Bilirsiniz, bugün biz sizə sadəcə qaydalar vermədik. Biz sizə bu qaydaların arxasındakı niyəni izah etdik. Çünki əsl aşpazlıq reseptləri kör-körənə təkrarlamaq deyil, onların arxasındakı məntiqi, elmi anlamaqdır. Bunu başa düşdüyünüz an artıq siz mətbəxin hakimisiniz. İndi isə söz sizdədir. Bütün bu yeni biliklərlə mətbəxinizdə girəndə dəyişəcəyiniz ilk şey nə olacaq? Bəlkə də artıq brokolini heç vaxt suda qaynatmayacaqsınız. Yoxsa o blenderi kartof püresi üçün bir dəfəlik rəfin ən uzaq küncünə qoyacaqsınız. Cavablarınızı bilmək çox maraqlı olardı.